Səhifə 87-də 12-ci tapşırığa baxırıq. Deyir ki, boş xanalar yerinə elə bir ədəd müəyyən edin ki, bərabərlik doğru olsun. Baxağın. Yəni, ölçü vaidimiz kub santimetrə çevirməliyik. Bu özü sabit yerində qalır. Hər ikisinin üstünə nöqtə qoyuram. Yəni, sabit deyirəm. İndi kub desimetri, baxın. Burada yazmışam. 1 kub desimetrimiz neçə kub santimetrdir? Çünki kub santimetrə çevirirəm. Mindir. Kub desimetrimiz 1000 kub santimetrdir. Bu ədədi mən nə edirəm? Minə vururam. Yəni 0,77 vurulsun 1000'dir. Nə alın? 770 kub santimetr. Üstünə 250 kub santimetr gəlirəm. Nə edir? 0, 7 ilə 5'i toplayıram. 12, 1 yadda. 7 ilə 2 toplayıram. 9, 1 yadda da 10. 1020 kub santimetr. Geçirəm ikincisinə. Baxırıq, sabit deyirəm. Kub desimetrə gətirməliyəm. 1 litrimiz, baxın burada. 1 litrimiz elə 1 kub desimetrdir. Yəni, bu da sabit deyirəm. Elə 1 litrimiz 1 kub desimetrdir. Yəni, eyni olur. 1,2 kub desimetr. 1 metrimiz neçə desimetrdir uşaqlar? 10 desimetrdir. Və kub deyəndə nə edirik? 1000 olur. Onun kubu neçədir? 1000'dir. İndi mən bu ədədi nəyə vuracağım? Ox kimi göstərim. %7'ni dedim axı 1 kub metrimiz 1000 kub desimetr. %7'ni 1000'ə vuracağım. Vurdum. 100 idi uşaqlar, səhv yazdım. %7'dir. %7. 1000'ə böldüm. Bir dənə sıfırı qaldı burada. Getdi. 70. 70 kub desimetr. Üstünə 1 litrimiz neçə kub desimetrdir? Baxın. Eynidir. Onda üstünə gələn 1,2 kub desimetr. Bərabər neçə alınır? 71,2 kub desimetr. Keçirəm üçüncüsünə. Deyir ki, millilitrə çevirin. Baxın. 1 litrimiz neçə millilitrdir? 1000'dir. 1 litrimizi millilitrə çevirirəm. Baxın, çevirmə olanda ox qoyacağım başında. 1 litrimiz 1000'dir. Demək 1,5'i, yəni 10'da 15'i 1000'ə vuracağım. Sıfırlar gedir. 1500 millilitr. Üzərinə gəlirəm. 1 kub desimetrimiz neçə millidir? Baxın. Burada yazmışam. 1 kub desimetrimiz 1000 millidir. Yenə bunu nə edirəm? Millilitrə gətirəm. Baxın, bunu sabitlədim. Nöqtə qoyuram başına. %75'dir uşaqlar. Baxın, buna nə deyirik? %75. 1 kub desimetrimiz neçə millidir? 1000'dir. Demək, bu ədədi mən nəyə vuram? 1000'ə vuram. 100, 100'dən getdi. Yəni, alındı 750 millilitr. Bərabər qoydum. 0, 5, 12 bir yada 2250 millilitr. Dördüncüyə keçirəm. Litre kub santimetrə çevirirəm. 1 litrimiz neçə kub santimetrdir?
Əvvəlcə baxıram. 1 litrimiz neçə kub desimetrdir? Baxın. 1-dir, elə özüdür. 1 kub desimetrimiz neçə santimetrdir? Baxın. 1 litr bərabərdir 1 kub desimetrə. 1 desimetrimiz demişdik 10 santimetrdir. Ancaq kubla olduğuna görə 1000 kub santimetr yazıram. Demək, 1 litrimiz, uşaqlar, baxın, neçə kub santimetrdir? 1000. 1000'ə vuracam. 3,6'nı 1000'ə vuranda nə edir? 3600 kub santimetr. Çıxırıq. 1 desimetrimiz neçə santimetrdir? 10'dur. Ancaq kubla olduğuna görə 1 desimetrimiz neçə? Baxın. 1 desimetr, kub desimetrimiz 1000 kub santimetrdir. İndi buna baxırıq. Buna oxla göstərim. Nə edirək? 95 vurulsun nəyə? 1 kub desimetrimiz neçə santimetrdir? 1000 kub santimetrdir. 1000'ə vuracam. 2 0 950. Nə? Kub santimetr. 0 5 5 15'ten 9 6 2 2650 kub santimetr. Geçirəm 13-cü tapşırığa. İndi geçirik. 1 litrimiz neçə kub santimetrdir? Baxın. 1 litrimiz neçə kub santimetrdir? Burada yazmışam. 1 litrimiz 1000 kub santimetrdir. Bunu 1000'ə vururam. 2,4'ü 1000'ə vururam. Baxın, vergüldən sonra bir ədəd var. Bir ədədin sıfırına aparır. Nə alın? 2300 kub santimetr. Çıxırsan 210 kub santimetr. Buranı tapıram hələ. 0, 9, 12'den 2, 0 və 1. Alındı. İndi keçirəm buranı kub santimetrə. 1 millimiz neçə kub santimetrdir? 1 millimiz. 1 millilitr. Baxın. Belirləyək. Bölərəm. Göstərim sizə. 1 millilitr. Neçə litrdir? Litrdə. Baxın, 1 litrimiz 1000 millilitrdir. 1000 millilitrdirsə, baxın, 1000 millilitrdir. O da 1 milyon olur. Baxın, 1 litrimiz millilitr. 1000 millilitr bərabərdir 1000 kub santimetrə. Onda demək özü alınır. Baxın, 1 litrimiz 1000 millidir. 1 kub desimetrimizdə 1000 kub santimetrdir. Və gördünüz, bir-birinə bərabərdir. 1 litrimiz 1 millilitrdir. 1 kub desimetrimizdə 1000 kub santimetrdir. Onlar da demək bərabərdir. İndi bunun üzərinə mən bunu gələcəm. 0 nə alınır? Kub santimetr.
Üzerine 0,9 kub santimetre. Kub santimetre hansı oldu? 1090 büyüktü. Yoksa 1100 tam onda 9. 1090 yoksa 1100. Elbette ki 1100. Geçirəm ikincisine. 1 kub metrimiz. Gəlin ən kiçiyinə keçirdəyin. Ən kiçiyi burada hansıdır? 1 kub metrimiz neçə millilitrdir? 1 kub metrimiz millilitr desə, millilitrimiz də 1 milyon kub metrdir. Millimetrdir. Yəni 1 millilitr. 1 litrimiz desimetrdir. 1 litrimiz 1000 millilitrdir. Bunu litrə çevirim. Hamısını litrə çevirək. 1 kub metrimiz neçə litrdir? 1000'dir. Litrə çevirirəm uşaqlar. Hamısını litrə çevirəcəm. Bu yerdə qalanları hamısını litrə çevirirəm. 1 kub metrimiz 1000 millilitr. Baxın bunu göstərirəm. Yazıram. 1 tam 100'də 125 yazıram. Vururam. 1 kub metrimizi litrə çevirirəm. Litrə çevirəndə baxın. Burada yazmışam. 1000'ə vuracağım. 1250 litr. Üzerine 1 millilitrimizi 1 litrimiz 1000'dirsə millilitre litrə çevirəndə baxın. Millilitre litrə çevirəndə nəyə bölüb? 1000'ə bölüb ki 1 alıb. Onda 1 alıb. Ona görə 37.000'ə 1000'ə böləcəm 37 alınacaq. Demək bu 37 litr. 7, 8, 1287 litr. Bunu tapdıq. İndi ikinci tərəfə keçirik. 1 kub metrimiz baxın burada. Neçə litrdir? 1000'dir. 4000 olur. 4000 çıxılsın 2713 litr. 7, 9'dan 1, 8, 9'dan 7, 2, 1287 litr. Demək, bunlar bir-birinə nə oldu? Bexlam işarə necə idi? Belə idi. Bunlar bir-birinə nə oldu? İkisində də 1287, bu da 1287. Nə alındı? Bərabər. Keçirəm bura. Baxırıq, 1 litrimiz neçə kub santimetrə çevirək. 1 litrimiz kub desimetrə çevirək. Desimetrədir, santimetrə çevirərəm. 1 litrimiz 1 kub desimetrdir. 1 kub desimetri də santimetrə çevirəndə nə eləyir? 1000 oldu 3000. Baxın uşaqlar, 1 litrimiz 1 kub desimetrdir. 1 kub desimetrimiz neçə santimetrdir? 1000 kub santimetr. Demək, 1 litrimiz uşaqlar 1000 kub santimetr. Bu litri nəyə çevirəm? Kub santimetrə. Bu öz yerində qalacaq. Bunu da kub santimetrə çevirəcəm. Bunu da kub santimetrə çevirəcəm. Gəlin çevirəyim. 1 litrimiz dedik 1000 kub santimetrə. 3000 olur. 3 vururam 1000'ə 3000. Üzərinə 125 gəldi. 3125 kub santimetr. Keçirəm.
1 litrimiz neçə kub santimetr oldu? 1000. 2,5'i 1000'e vuram. 10'da 25'ti də. 1000'e vururam. Sıfırlar gedir. 2500. Üstüne gəlirəm. 1 desimetrimiz 10 santimetrdir. 1 desimetr neçə kub santimetrdir? Baxın burada yazmışım. 1 kub desimetr neçə santimetrdir göstərirəm. 1000 kub santimetrdir. Yəni biri də nəyə vuram? 1000'e. 1000 oldu. Ne alındı? 3500. Değil mi? 3125. Bu taraf 3125. Bu da 3500. 3125. Bu da 3500. Hansı böyük oldu? 3500. Keçdi dördüncüsünə. Ay. Dördüncüsünə baxıram. Gəlin kub millimetrə çevirəyim. 1 desimetrin bu kub millimetr öz yerində qalsın. 1 desimetrimiz neçə desimetrdir? 1 desimetrimiz 100 millidir. 100 millidir. Ancaq kubdur deyə, baxın. 1 desimetrimiz neçə santimetr? 10 santim. Onun da içində 10 milli. Yəni 100'dür. Ancaq kubun da nə oldu? 100'ün kubu nə verir? 6'dan 0. 100, 100 ve 100. 6'dan 0. Ne alındı? 1 kub desimetrimiz neçə millidir? Milli. Kub milli 1 milyon. Ben bu ədədi 1 milyona vuranda 2'dən 0 gedir. Baxın, bununkisi 0 gedir. 4 dənə 0 olur yanında. Bunu yazıram. 75.000 kub millimetr üzerine %6'dır. %6'dır uşaqlar. Baxın, %6 değil. Vururam 1 milyona. Yəni 6 dənə sıfırlara x'i gedir 4'ü qalır. Nə alınır? 60.000. Üzerine 60.000 gəlirəm. Kub millimetr. Neçədən 0 var? 3. Bunda 3. 3'dən 0'a yazırıq sona. Aha. Yazdık 5. 7'nin altına 13. 13.000. 3'dən 0 dedik. 3'dən 0 bir səhv yazdım. Aha, 3'dən 0'ı yazdım. 5 bir de 13. Oldu. Kub millimetr. Kub millimetr. İndi keçirəm. 1 millilitrimiz neçə kub millimetrdir? Baxırıq. 1 millilitr. Əvvəlcə mən nə edirəm? 1 millilitrimiz neçə belə deyim. Neçə litrə çevirək? 1 litrimiz 1000'dir. Millidirsə 0,2 eləyir ki 0,2 litr 1000'e bölürəm də uşaqlar. Bildinizmi? Millilitrə litrə çevirəndə 1000'e bölünür. Vurulmur. Litri millilitrə çevirəndə 1000'e vurulur. Ancaq millilitrə litrə çevirəndə bölünür. Ona görə böldük. 200'ü 1000'e böldük. 0,2 litrdir. İndi 0,2 litre nəyə çevirirəm? Baxın. Burada litri çevirirəm kub millimetre. Kub millimetre çevirəndə baxın buradadır. Bax. 6 dənə 0 yazıram. Bunu 0,2'ni 6 dənə ədədə 0'a vuranda bir dənəsi bundan gedəcək. 5 dənə qalacaq. 5 dənə 0'ı yanına gətirirəm. 200.000 çıxılsın. 1 kub santimetrimiz neçə millimetrdir? Kub millimetrdir.
1000. 1000'i çıxdım. Ya 65.000. Bağışlayın uşaqlar. 1000'ə vuranda 65'e. Burada 65'e vurmalıyım. Aha, 65'e 65.000. Çıxıram. 3 dənə sıfırları sona yazıram. 3 dənə sıfırlar eyni də sona yazıram. Buradan yazıram. 200'dən 65 çıxanda 5. 9'dan 6 3. Bu da nə alanda 135.000 kub millimetr. Bu da 135.000 alındı. Bu da 135.000. İkisi de bir. Beşincisine baxırıq. Beşincisinde deyir ki 1 litrimiz neçə? Nəyə çevirir uşaqlar? 1 litrimi kub santimetrə çevirir. 1 litrimiz neçə kub santimetrdir? Baxın burada göstərir. Baxın 1 litrimiz, bura baxın əlimdən 1 kub. 1 litrimiz 1000 kub santimetrdir. Kub santimetr 1000'dir. 1000'ə vuranda 3 tam %25. %25. Bir dənə sıfırı gedir. 2 dənə sıfırı baxın. 325 bölü 100'ə. Çünki %325 kimi yazacaq. 1000'ə vuranda baxın 2 sıfır gedir. 3250. Nə oldu? Kub santimetr. 1 litrimiz 1000 kub santimetrdir. 1 desimetrimiz neçə santimetrdir? 10. Kub deyəndə 1000. 2 tam %75. %275 yazıram. 1000'ə vuranda 2 sıfır gedir. 2750. Ne edir? 2750. Bunu bir yazı 0, 0, 12'den de 7, 5. Ne alanda? 500 kub santimetr. Bura 500 kub santimetr alanda. İndi keçirəm bura. Bu kub santimetr öz yerində qalsın. Millilitre əvvəlcə litrə çevirirəm. Baxın. Millilitre əvvəlcə litrə çevirirəm. Litrə çevirəndə nə eləyir? 0 tam %35 eləyir litrə çevirəndə. Bunu kub santimetrə çevirəndə 1000'ə vururam. Elə 1 millilitrimiz, baxın burada yazıram. Millilitrimiz elə 1 kub santimetr, 1000 kub santimetrdir. Özünü yazıram. Yəni 350 elə 350'dir. 350'nin üstünə də 40 gəlirəm. Nə eləyir? 390. Demək 40 üzərinə 350 gəlirəm. Elədi 390. İndi hansı böyükdür? 500 yoxsa 390? Əlbəttə ki 500. Birinci tərəf. Keçirəm altıncısına. İki tam 5'te 2, 3 tam 5'te 2, 3'ü vuran 5 var. 15, üstüne 2 gələm 17. 5'te 17. İndi biz burada nəyə çeviririk? 1 kub metrimiz nəyə çevirsə doğru olar? Desimetrə çevirək. Elə desimetrlə 1 kub metrimiz uşaqlar. 1 kub metrimiz 1000 kub desimetrdir. 1000. 5'te 17'ni 1000'ə vuracağım. Onu bölürüm 5'e 200, 3400. Ne oldu? 3400 kub desimetre.
Dedim axı 1000 metrimiz 10'dur. 10'dursa kubdur deyən 1000'dir. Ona görə 1000'ə vurduq. Yazım ölçü vardı. Nəyə çevirəm? Kub desimetrə çevirəm. Kub desimetrə çevirəcəm. Bu üzerində sabitləyirəm. Bunu da kub desimetrə çevirəcəm. Gəldik. Kub desimetr. Litrimiz, 1 litrimiz neçə kub desimetrdə elə özüdür. Yəni kub desimetrdən çıxıram. 1 litrimiz, baxın burada uşaqlar, 1 litrimiz elə 1 kub desimetr, yəni özüdür. Yəni 2000 kub desimetr. Neydi? Sıfırları yazıram. 4400 kub desimetr. İndi keçirəm. Sabitlədim. 1750 idi. Kub desimetr. Üstlərinə gəlirəm. 1 litrimiz dedim. Baxın burada göstərmişəm. Elə bir özüdür. Yəni 1800 kub desimetr. 0, 5, 15 bir yada 3550 kub desimetr. Demək, sol tərəf 1400, birinci tərəfi yəni kub desimetr, ikinci tərəf 3550 kub desimetr. Hansı böyük oldu? İkinci tərəf.